İyunun 1-də Ramanada Şəhid xanımı, 31 yaşlı Gülüzar Məmmədovanın qaynatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub. Qlobalas xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb. Gülüz Məmmədovanın atası Tapdıq Şükürov Dialoq TV-yə bildirib ki, qızı hadisədən bir müddət əvvəl Bakıdan onların yaşadığı Yevlaxın Duzdağ qəsəbəsinə qayıdıb. O, qızı Gülüzarın qaynanası ilə dalaşdığını və bu səbəbdən evdən qovulduğunu deyib. Gəlib bizim evdə 3 gün qaldı. Həmin vaxt biz vəkil tapdıq. Vəkil dedi ki, gəlin Bakıda kirayə ev tutun ki, işimizi apar bilək. Qızım da getdi Bakıya. 2 gün sonra gedib qaynanası gilə ki, uşaqlarını görsün. Qaynanası da ona deyib ki, saat 2-dən tez gəlmə, evdə olmayacağıq. Qızımın qaynatası arvadından ayrı yaşayırdı, Mərdəkanda olurdu. Yəqin ki, onun gəlib çatması üçün əvvəlcədən özləri belə planlaşdırıblar. Gülüzar liftdə olanda hücum edib qətlə yetirib. Qızımın səsini qonşular eşidib. Hamısı qurama olub.